Deməli, biz bilirik ki, erkən tuz dövründə tayfalar yaranmışdı. Düzdür, bu tayfalar birləşib nə yaratmışlar? İri tayfa ittifaqları. Elə Azərbaycanda eradan əvvəl 3-2-ci minilliklərdə iri tayfa ittifaqları yarandı. Bu tayfa ittifaqlarının bir hissəsi Azərbaycanın şimalında, bir hissəsi Azərbaycanın cənubunda yaranmışdı. Azərbaycanın şimalında indiki Naxçıvan və Mil Qarabağ ərazisində Naxçıva, Gərgər tayfaları yaşayırdılar. Azərbaycanın cənubunda isə Urmiya gölünün ətrafında Lulubilər, Sular, Kasitlər, Turukilər və Kuti tayfaları yaşayırdılar. Urmiya gölünün cənubunda desə bizə Lulubi, Su, Turukki tayfaların, Urmiya gölünün qərbində isə Kuti tayfalarını götürəcək. Xəzər dənizinin sahillərində Kaspı tayfalar yaşayırdılar. Bunu hardan yadımıza saxlayaq? Qədimdə Xəzər dənizinin digər adı nə idi? Kaspı dənizi idi. Deməli, Qızılcan çayının aşağı axarında isə Kadusi tayfalar yaşayırdı. Biz bu tayfalar haqqında ilk məlumatları Şumer dastanlarından və Şumer Akkad Mixil yazılı mənbələrindən öyrənmişik. Gəldik Azərbaycanın ilk dövlət qurumu olan Aratda dövlət qurumuna. Bunu kitabıza qeyd edin. Azərbaycanın ilk dövlət qurumu Aratda dövlət qurumu olub. Eradan əvvəl 3-cü minilliyin birinci yarısında yaranmışdı və Urmiya gölünün cənub şərqində. Aratda dövlət qurumunda hökmdar ensi rütbəsini daşıyırdı. Hərbi məsələlər məclisdə müzakirə edilir. Təbii ki də son qərarı kim verirdi? Hökmdar verirdi. Aratda dövlət qurumu Şumerlərlə, yəni iki çay arası ilə Mesopotamiya ilə ticarət əlaqəsi, mal mübadiləsi etmişdi və Aratda dövlət qurumunda əhali çox tanrılı idi. Burada ilahə inanma və ilahə lama var idi və insanlar bu tanrılara sitayiş edirdilər. Daha sonra dini işlərə baxan şəxs isə burada Maşmaş adlanan kahin idi. Daha sonra Azərbaycanda mövcud olub Lulubi dövlət qurumu eradan əvvəl 3-cü minilliyin ikinci yarısında yaranmışdı və Azərbaycanın cənubunda yaranmışdı və Urmiya gölünün də cənub hissəsində. Deməli, Lulubi dövlət qurumunun ərazisini bizdən soruşsa, deyəcək Urmiya gölündən başlayır, Diyala çayına qədər davam edir. Yəni sizə sual versə ki, o hansı dövlət qurumudur, sərhədləri Urmiya gölündən Diyala çayına qədər uzanır, deyəcəksiniz Lulubi dövlət qurumu. Lulubi dövlət qurumunu yaratmışdı hökmdar İmmaşqun. O xırdaq vilayətləri nə etmişdi? Birləşdirmişdi və Lulubi dövlət qurumunu yaratmışdı və özünü adlandırmışdı Lulubi ölkəsinin padşahlar padşahı. Lulubi dövlətin ən qüdrətli hökmdarı isə olmuşdu Anubani. Deməli, Anubaninin Daş sütun və yaxud da ki, Qələbə sütunu adlı kitabəsi var idi. Elə adından da göstərildiyi kimi. Bu kitabədə nəydən söhbət gedirdi? Öz qələbələrindən söhbət aparırdı, öz uğurlarından yazırdı. Bir də onun Sarı Nul kitabəsi var idi. Deməli, Lulubi dövlət qurumu Akkad dövləti ilə mübarizə aparır. Bu Akkad dövləti harda yaranmışdı? Mesopotamiyada yaranmışdı. Şumer dərsində keçmişik bunu. İlk vaxtlar Akkadlar qalib gəlsə də, sonlara yaxın 3 sənə döyüşdə Lulubilərlə olmuşdu, qələbə qazanmışdılar. Bir də ki, eyni Aratda kimi Şumerlər də iki çay arası ilə, yəni ki, üzr istəyirəm, Lulubilər də eyni Aratda kimi Şumerlərlə nə edirdilər? Ticarət əlaqələri saxlayırdı və burada Şumerlərin Nuzi şəhəri ilə daha çox ticarət əlaqəsi saxlayırdı Lulubilər. Eradan əvvəl 3-cü minilliyin sonlarında isə Lulubi dövlət qurumu süqut etdi. Gəldik Kuti dövlət qurumuna. Eyni Lulubi kimi bu da eradan əvvəl 3-cü minilliyin ikinci yarısında yaranıb, amma Urmiya gölünün qərbində yaranmışdı. Akkadla mübarizə nəticəsində meydana gəlmişdi. Həm Kutilər, həm Turukkilər, həm Lulubilər, həm Aratda hamısı bunlar nədir? Türk mənşəli dövlət qurumlarıdır, yaxşı. Deməli, iki çay arasında yaşayan əhali Kutiləri güclü olduqlarına görə dağ əjdahaları adlandırırdılar. Yəni suallarda görürsünüz ki, dağ əjdahası hansı tayfalardır? Deyəcəksiniz Kutilərdir. Kuti dövlət qurumunun ərazisi isə Urmiya gölündən başlayır, İran körfəzinə qədər davam edirdi. Deməli, Urmiya gölündən Diyala çayına qədər Lulubi, baxın Diyalanın lısı, Lulubinin lısı. Urmiya gölündən İran körfəzinə qədər isə Kutilərdir. Deməli, bu Kutilər eradan əvvəl 22-ci əsrdə, yəni ki, 3-cü minillik eradan əvvəl 22-ci əsrdə Akkad dövlətini neynədilər? Süquta uğratdılar və iki çay arasında bir əsrə yaxın, yəni 100 ilə yaxın hakimiyyəti ələ keçirdilər. Çünki biz ki demişdik axı Şumerlərdə demişdik ki, bu Akkadlar harda yaranmışdı? Mesopotamiyada, yəni iki çay arasında yaranmışdı. Deməli, bu Kutilər iki çay arasındakı Akkadların və Şumerlərin idarə etmə sistemini mənimsəmişdi və yerli idarə etmə sistemini dəyişməmişdi burada. Elə necə idi idarə etmə sistemi, elə də saxlamışdı. Deməli, bunu yadda saxlayın. Kutilərdə hakimiyyət irsən yox, seçki yolu ilə keçirilirdi. Və biz hakimiyyət əgər seçki yolu ilə keçirilirsə, buna biz demokratiya deyirik. Yaxşı? Amma Lulubi də irsən idi. Deməli, Kutilərin hakimiyyəti dövründə iki çay arasında şəhərlərdə toqquşmalar son qoyulmuşdu, xarici hücumların qarşısı alınmışdı, ticarət yollarında nə yaradılmışdı? Əmin-amanlıq yaradılmışdı. Yəni, Kutilər Mesopotamiyaya getməsi Mesopotamiya üçün müsbət olmuşdu. Yəni, iki çay arası üçün müsbət olmuşdu. Daha sonra Kutilər tabe etdikləri ərazilərə, yəni ki, Mesopotamiyada tabe etdikləri ərazilərə Şumer və Akkad canişinlərini qoymuşdular. Canişin də bilirik nə deməkdir? Vilayətləri idarə edən. Yəni ki, baxın, bu Kuti dövlət qurumudur. Bu da ki, Mesopotamiyadır, düzdür, iki çay arası. Kutilər getdi buranı neynədilər? Buradakı Akkad dövlətin
süquta uğradı. Mesopotamiyanı özlərindən asılı hala saldılar. Düzdür? Biz bilirik ki, normal bir dövlət buranı işğal edibsə, öz adamlarını bura yerləşdirməlidir. Düzdür? Yəni Kuti öz canişinlərini bura yerləşdirməlidir. Amma Kuti belə eləmədi. Nə etdi? Bu Mesopotamiyada olan Akkad Şumer canişinləri var ha. Onları yerləşdirdi bura. Təbii ki də biz bilirik ki, bunlar bir müddətdən sonra nə istəyəcəkdilər? Müstəqillik istəyəcəkdilər. Kutidən asılı olmaq istəməyəcəkdilər. Elə bu da dövlətin, Kuti dövlət qurumunun süqutunun əsas səbəblərindən biri olur. Deməli, bax dediyim kimi, bax bu yerli məmurlar bir müddətdən sonra nə istəyəcək? Müstəqillik istəyəcək. Ona görə də bunlar üsyan qaldıracaqlar ikisi arasında Kutilərə qarşı və Kutinin sonuncu hökmdarı olan Trikan cəmi 40 gün hakimiyyətdə qalacaq və üsyan nəticəsində öldürüləcək. Və eradan əvvəl 3-cü minilliyin sonlarında Kuti dövlət qurumu süqut edəcək. Eyni Lullubi kimi. Deməli, Kutilərlə Lullubinin yaranması ilə süqutu eyni vaxtda. Həm Lullubi, həm də Kuti dövlət qurumu süquta uğrayandan sonra burada olan, yəni Urmiya gölünün ətrafında olan Su və Turukki tayfaları olacaq müstəqil. Bunlar isə qonşuluqda yerləşən Aşur və Babil dövlətinin xoşuna gəlmirdi. Çünki onlar Urmiya gölünün ətrafında müstəqil bir tayfanın olmasını istəmirdilər. Çünki buranı işğal etmək istəyirdilər. Hətta bu Babil və Aşur dövlətləri tez-tez Urmiya gölünün ətrafına yürüyüş edib Turukkiləri məğlub etmək istəsələr də, ilk vaxtlar Turukkilər nə edirdi? Güclü müqavimət göstərirdilər. Hətta bu Turukki tayfaları getmişlər, neyləmişlər? Aşurun Şuşara vilayətini tutmuşdular və Babil dövlətində özlərinə məskən salmışdılar. Amma bütün bunlara baxmayaraq, eradan əvvəl 2-ci minilliyin sonlarında Aşur dövləti gəldi, Turukkiləri neynədi? Özündən asılı hala saldı. Deməli, siz sual versək ki, Aşur dövləti Azərbaycana ilk dəfə haçan gəlib? Deyəcəksiniz ki, eradan əvvəl 2-ci minilliyin sonlarında. Həm Kutilər, həm Lullubilər, həm Turukkilər, yəni Azərbaycanda yaranan bu dövlət qurumları, bu tayfalar hamısı çox tanrılıydılar. Yəni birdən çox tanrıya sitayiş edirdilər. İndi baxın, biz buradan Kuti və Lullubinin oxşar cəhətlərini çıxartdıq. Gördük ki, hər ikisi Akkadla mübarizə aparıb. Hər ikisi çox tanrılıydılar, hər ikisi türk mənşəli idilər, hər ikisi Urmiya gölünün ətrafında yaranmışdı, hər ikisi eyni minillikdə yaranıb, eyni minillikdə süqut etmişdi. Bir də hər ikisi Şumerlə ticarət əlaqəsi qurmuşdu. Yəni Kutilər də Şumerlərlə ticarət əlaqəsi qurmuşdu, Lullubilər də, hətta Arat dağlar da ticarət əlaqəsi qurmuşdu.